Həmin maçdan bu yana Baku Sporting xeyli yüksəlişdədir. Hətta bunun nəticəsi olaraq komandanı biz hazırda turnir cədvəlində ikinci sırada görürük və lider Baku Sportingin şərəfini qoruyacaq. 4 Rubin Seyidov, 33 Luka Stefanovic, 8 Tolgar Yaqubov, 22 Fərid Mahmudov və 21 Pablo Enrique Alves. Emin Zamanov Nihat'la oynuyor. Nihat, Pərviz Azadov əla yayında. Azadov, Pərviz, İbrahim yerdədir və bu dəfə də davam deyir baş hakim. Bu dəfə də davam deyir baş hakim. Zamanov. Önündə az da olsa boşluq var. Zamanovun zərbəsi. Qapı teri. Təkrar zərbə inanılmazdı. Xatırlayırdıqsa bu maçın ilk hissəsində penalti ilə başlayır ikinci hissə. Bəli, Pablo Enrique haqqında danışırdım ki, Kamran Əliyev nəhayət fit səsləndi. Emin Zamanov yaxınlaşır topa. Zamanov, Emin Zamanov və gol! 1-0. 1-0 Şəfa öndədir. Özünə məxsus gol sevinci ilə də Pablo'nun zərbəsi. Əli Rıza. Nihat Quliyev. Nihat'ın ötürməsi. Başla zərbə. Top qapının yanından keçdi. Cəfərov, İbrahim Əliyev. Əliyevin zərbəsi. Daha təhlükəli idi bu toxunuş. Racing bəhrəsini verir hələ ki Baku Sporting'dən. Pablo Enrique. Çox təhlükəli idi. Bəlkə də Şəfa bilərəkdən təşəbbüsü Baku Sporting'ə verib ki, arxadakı boşluğu tapan kimi dərhal fərqlənsinlər. Bu da bərabərlik qolu. Maçda ikinci gol və Baku Sporting hesabı bərabərləşdirdi. 1-1. 1-1 oldu hesab. Binə Qəsəbə stadionunda hesab bərabərləşir. Golun müəllifinə baxın. 1-1 hesabı davam eləyir. Cəbrayil Moik görüşündə isə məhsulda reçəcə qeyd alınır. Baku Sporting'in hücumu və gol! Yox, sayılmayacaq. Oyundan kənar vəziyyət. Samir İbrahimov yaxın məsafədən fərqlənsə də Kamran Əliyev bayrağın havada olduğunu görüncə ofsaydı qeydə aldı. Təbii ki, belə vəziyyətdə mən konkret olaraq heç nə deyə bilməyəcəm. Əfsuslar olsun. Mənim korner icra edildi. Top qapı önündə. Qapı boş idi. Qapı boşdu. Elnur! Bu dəfə də sayılmadı. Bu dəfə də sayılmadı qapçıya qarşı kobudluq səbəbilə. Elnur Cəfərov toru silkələsə də Kamran Əliyev Baku Sporting'in lehinə cərimə zərbəsini təyin etdi. Son hücum cəhdi olacaqmı? Elnur Cəfərov sarı vərəqə olmalıydı orada zənnimcə, amma hakim düzgün elədi. Üstünlük prinsipini işə saldı. Və beləcə final fiti səsləndi. Turun mərkəzi maçında qalib müəyyənləşmədi hörmətli tamaşaçılar. Şəfa 1, Baku Sporting 1.